İnsan Allah'ın mehribanlığını tatdısa, o zaman kopub gedə bilmir. Çünki mehribanlıq adamı əsir eləyir. Adam əl çəkə bilmir. İnsan bir ömür bax bu haldadır ki, sənin kimi Allahın var, varlığına şükür. Ramazan ayının fəlsəfəsi bu mehribanlığı görməkdir. İnsan həmişə Allahın dalıca düşməlidir. Allahın başına dolanmalıdır. İbadət Allahın rəhmətinə cavab vermə cəhdidir. İbadət bu sonsuz neymətlərə təşəkkür cəhdidir və bu da heç vaxt alınmır. İnsan nə qədər dərdən, qabıqdan çıxır ki, minnətdarlığını ifadə eləsin, Allah daha da lütf eləyir. Bu ibadət eləyir, o daha da lütf eləyir, axırda xəcalətlə bitir. Bəndə təslim olur, deyir, mən bacarmadım, mən təşəkkür edə bilmədim. Mən sənin kimi Allaha minnətdarlıq eləmək gücündən acizəm, bu qüdrət məndə yoxdur.